Hörmətli dostlar, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, 2018-ci ildən bu günə qədər KOB subyektlərinin sayı təxminən 74% artaraq 424 minə çatıb. Onun sözlərinə görə bu dövrdə KOB-ların yaratdığı illik əlavə dəyər 10 milyard manatdan 21 milyard manata yüksəlib. İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında sahibkarların 5800-dən artıq investisiya layihələrinə 340 milyon manatdan çox güzəştli kredit verilib. Onun sözlərinə görə Azərbaycan Biznesinin İnkişafı Fondu həmçinin rəqabətə qabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Ölkəmizdə sosial rifah, iqtisadi artım, investisiya qoyuluşu təkcə büdcə xərcləri hesabında təmin olunmur. Sosial-iqtisadi inkişafa mühüm töhfə verən özəl sektorun bu sahədə rolu böyükdür. Qabaqcıl ideyaların tətbiqi, dövlət özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahlar nəticəsində özəl sektorun bugün iqtisadiyyatımızda payı 81,4% səviyyəsindədir. Cari ilin ilk 9 ay ərzində Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 4,7 milyard dollardan çox olmuşdur. Bu da ötən dövrlə müqayisədə təqribən 5% çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev də bir sıra rəqəmlər səsləndirib. 2018-2025-ci illərdə Azərbaycanda bağlanmış əmək müqavilələrinin 92%-i özəl sektorun payına düşdüyünü deyən nazir qeyd edib ki, son 7 ildə əmək müqavilələrinin sayında 45% və yaxud 595 min vahid artım olub. Nazirlik tərəfindən həyata keçirilən ən mühüm sosial layihələrdən biri olan özünə məşğul proqramı çərçivəsində az təminatlı ailələrə fərdi təsərrüfatlar yaratmaq üçün müəyyən aktivlərin verilməsi ilə dəstək göstərilir. Proqramın əsas məqsədi ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, habelə ölkədə işsizlik səviyyəsinin azaldılmasıdır. Qeyd etmək istərdim ki, sahibkarlığa dəstək fonunda həyata keçirilən tədbirlər həm vətəndaşlarımızın rifahının yüksəlməsinə, həm də ölkə iqtisadiyyatının inkişafına xidmət etməkdədir. Bugün Dayaq mükafatına layiq görülən iştirakçıları bir daha təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirəm. Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq artıq 4 ildir ki, biznes nümayəndələrinə Dayaq mükafatı təqdim edilir. Rahim Əkrimoğlu, ATV Səyyad Zaur Həsənov, NTV Xəbər Bakı.